Salam yoldaşlar, axşamınız xeyir olsun. Yoldaşlar, deməli, mən bu səfər belə bir mövzudan danışmaq istəyirəm. Mövzumuz nədir? Qida məhsullarında çirklənmələr. Ümumiyyətlə, ilk öncə gəlin baxın görəyin, qida məhsullarında çirklənmələr nə deməkdir? Və mənim bu mövzunu belə mövzunun üzərindən danışmaqda məqsədim ondan ibarətdir ki, mən bu istiqamətdə sizə qızıl qayda deyəcəm. Yəni, bir qızıl qayda deyəcəm. O qızıl qayda vasitəsilə biz bu qida məhsullarında çirklənmələri idarə edəcəyik. İndi gəlin ilk öncə qida məhsullarında çirklənmələr nə deməkdir? Çirklənmələr bildiyimiz təhlükələrdir. Bəs təhlükələr nə deməkdir? Baxın, çoxlu sayda və çoxlu istiqamətdə təhlükələr mövcuddur. Bunun bizə aidiyyəti yoxdur. Bizə lazım olan qida istiqamətindəki təhlükələr hansılardır? Yəni, human safety, insan üzərinə olan təhlükələr vardır və yaxud da ki, digər başqa təhlükələr, amma bizə qidanın təhlükələri maraqlıdır. Qidanın təhlükələri isə bildiyimiz kimi standartların qəbul etdiyi 7 ədəd təhlükədir. Bunu hər birimiz olmasa da çoxlarımız bilirik. Biz bunun üzərində durmayacaq yəni. Biz əsas fokuslanacaq o qızıl qaydaya. Sadəcə mən sizə bir giriş olaraq bu məlumatları da qeyd etmək istəyirəm. Bilməyənlər də bilsin. Yəni 7 təhlükədir, hansı ki, bioloji təhlükə, kimyəvi, fiziki, allergen, saxtakarlıq, təxribat və radioaktiv maddələr. Lakin mən sizə burada bir ekstra bilgini bildirim ki, deyim daha doğrusu, çoxlu sayda minlərlə təhlükələr mövcuddur. Minlərlə təhlükələr vardır. Amma bunun standartlar 7-sini qəbul edir. Yəni bu 7 ədədi standartların qəbul etdiyi təhlükələrdir. Bu da belə. İndi biz qızıl qaydanı deyək və onları bir-bir təhlil edirik. Deməli, dostlar, qida məhsullarından çirklənmələr daha doğrusu 4 mənbədən qaynaqlanır. Yəni 4 mənbədə bu çirklənmələr baş verər. Biz bu mənbələri bilib onları kontrol altına alarıqsa, yəni onlar üçün biz profilaktik tədbirlər həyata keçirmiş olarıqsa, onların risklərini hesablamış olarıqsa, biz bu çirklənmələri idarə etmiş olacaq. Tam deməyək, yəni 100% deməyək, 90% biz bu çirklənmələri kontrol altına ala biləcəyik. Nədir o 4 qrup? Baxın, ümumiyyətlə bütün bu məlumatların hamısı mən sizə deyim ki, qida təhlükəsizliyi ilə bağlı olan standartlardan qaynaqlanır. Və əsas da HACCP standartı. Çoxlarımız bilirik, eşitmişik HACCP. Bunun da üzərindən durmayacağım, amma bu mövzulara da toxunacağım tədricən. HACCP-dan qaynaqlanır. Yəni bu bütün məlumatların hamısı, mənim sizə qeyd etdiyim məlumatların hamısı köklü məlumatlardır. Bunlar mənbəli məlumatlardır. Havadan, oradan, buradan deyilmə deyil. Bütün yəni dünyanın hər bir tərəfində bu qeyd etdiyi məlumatlar öz müsbət əksini taparsa, biz bu mövzunun üstəsindən gəlmiş olacaq. Yəni çirklənmələri kontrol altına almış olacaq. Deməli, qeyd etdiyim kimi 4 parametr var ki, yəni 4 dənə etap var ki, oradan bizim bu çirklənmələrimiz qaynaqlanır. Gəlin bir-bir. Mən bunları bir-bir yazacağım daha doğrusu. Deməli, birinci qaynaqlanma mənbəsi xammal və materialdır. Yəni, həmən bu təhlükələr, baxın, biz belə də eləyə bilərdik. Yəni, bura bir növ təhlükələr də yaza bilərik. Yəni, bunu belə qəbul edin, sizi çaşdırmasın. Yəni, çirklənmələr təhlükələrdir. Deməli, biz birincisi xam yazacağım, yəqin ki, kifayət eləyər. Xammal və material. Baxın, birinci bizim mənbəmiz, həmən bu təhlükələrin qaynaqlandığı mənbə, xammal və materiallardır. Bir-bir bunları təhlil eləyəcək. İkincisi, personal.
Personal. Onu da sizə qeyd edeyim ki, yoldaşlar, çox önəmli bir məsələdir və çox potensial bir məsələdir praktikada. Tez-tez rastlaşdığımız problemlərdir, rastlaşdığımız məsələlərdir. Bunları biz mütləq şəkildə bir action plan hazırlayıb, yəni fəaliyyət planı əsasında yerinə yetirməliyik. Yəni. Üçüncüsü, mühit. Mühit. Aha. Və dördüncüsü. Artıq dördüncüsü nə olacaq? Avadanlıq. Avadanlıq və ləvazimat deyək də. Ləvazimat. Nəsə, bu biraz səliqəsiz ola bilər. Əsas odur ki, səsimdən eşidilir ki, nə deməkdir. Yəni, deməli, qida məhsullarında təhlükələrin yarandığı mənbəni biz 4 dənə qrupda, yəni 4 ədəd qrupda qruplaşdırdıq. İndi biz bunları bir-bir təhlil edək və hər bir istiqamətini müəyyən bir tədbirlər həyata keçirmiş olarıqsa, artıq bunlardan qaynaqlanacaq həmən o təhlükələri, həmən o qidanın standartlarının yəni qəbul etdiyi təhlükəni kontrol altına almış olacaq. Deməli, birincisi xammal. Baxın, nə deməkdir? Biz gəlin əsas bioloji, kimyəvi, fiziki təhlükəni götürək ki, 7-sinin üzərindən də danışa bilərik, amma o çox zaman almasın. Əsas 3 dənəsinin üzərindən geçsək, hansı ki bizim bu ana təhlükələrimizdir. Biz bu qeyd etdiyim yəni mövzunun məntiqini anlayacaqsınız. Deməli, xammal və material. Bunlarda nə ola bilər? Baxın. Müəssisəmizə istehsal etdiyimiz məhsulun xammalı və ona lazım olan köməkçi materiallar daxil olur. Düzdür, kənardan yəni. Bunlar hamısı kənardan daxil olmalıdır. Tutaq ki, hansısa bir tədarükçi ilə işləyirik, X adlı bir tədarükçi. Onlardan bizə gələn məhsullardır ki, yəni xammallar. Nə ola bilər? Gəlin fiziki təhlükəni götürəyim. Baxın, bu xammalların hər hansınınsa bir içərisində bir fiziki cisim olarsa, yəni bir kənar yad cisim, tük mü deyim, dəmir mi deyim, metal parçası mı deyim, yoxsa həşərat mı deyim, bunların biri olarsa və o bizim məhsulumuzda peyda olunarsa, görsənərsə, böyük bir sıxıntı yaranacaqdır. Xammalda nə ola bilər kimyəvi təhlükə? Əgər bizim məhsulumuzun tərkibində bir kimyəvi problem varsa, yəni bu xammal istehsal olunduğu yerdə kimyasallarla qarışıbsa və ya hər hansı bir pestisitlərlə qarışıbsa, artıq bu dolayısıyla bizim məhsulumuzun öz əksini göstərə bilər. Bioloji. Əgər bu xammalın tərkibində mikrobioloji yük, yəni yükün miqdarı çoxdursa, yuxarıdırsa, dolayısıyla bizim istehsal etdiyimiz məhsulda da öz əksini göstərəcəkdir. Deməli, biz həmən bu xammal və materialların üzərində 3 dənə təhlükəmizi təhlil etdik və baxdıq, gördük ki, həqiqətən də bu xammal və material sıxıntılı bir məsələdir. Yəni, bunu kontrol altına almalıyıq. Bunu da kontrol deməkdir ki, yoldaşlar, bildiyimiz kimi xammal və materiallar zaten girişdə yoxlanır hamısı. Yoxla, vizual olaraq yoxlanılır, bioloji, laboratoriya analizlər falan, bütün hamısı yoxlanılır. Amma məsələ bundan bitmir, iş bundan bitmir. Yoldaşlar, baxın, bizdə bir dənə yanlış psixologiya var ki, yoxlayan kimi məhsulu xammalı. Okey də, hər şey bizim üçün əla, super, əgər heç bir sıxıntı yoxdursa, yəni girişdə, tamam, bu məhsulu bizim üçün əladır da, məhsulu necə gəldi saxlayırıq, harada gəldi saxlamaq, necə gəldi məhsulla rəftar etmək, davranış qaydaları qətiyyən. Bütün bu proseslərin hamısı tam olaraq, yəni bu zəncir bütövlükdə qorunmalıdır. Əgər uyğunsa, okey, lap yaxşı. Uyğun olmasına baxmayaraq, harada saxlamaq lazımdırsa, orada saxlanılacaqdır. O xammalla necə rəftar etmək lazımdır, necə davranmaq lazımdırsa, o formada da davranılacaqdır. İkinci bizim məsələmiz personal. Baxın, bu personal məsələsi çox ciddi bir məsələdir. Yəni, standartların personala çox gözəl bir yanaşması var. Deyir ki, personal fışı çəkilmiş əl bombasıdır. Yəni, hər an bu hər yerdə partlaya bilər. O nöqteyi nəzərdən bu personaldan çox ciddi şəkildə
ciddi şəkildə yəni bunu kontrol altına götürmək lazımdır. Baxın, personalda bütün bu təhlükələr nədir? Bunun 5 qatı da yarana bilər. Deməli, götürsək kimyəvini, personaldır, kimyasallarla işləyir. Məhsulun içərisinə ata bilər. Buradan təxribat yaratdı. Və yaxud da yumanı düzgün yerinə yetirməz avadanlıqlarda qalar bu kimyasalın qalıntısı məhsula bulaşdı. Və yaxud da ki, heç yaxşı yumaz yəni, yenə də yəni, avadanlığı təmizləməz. Dolayısıyla biz avadanlıqlarla danışırıq, fikir versiniz. Avadanlığı təmizləməz. Avadanlıqda mikrobiyoloji yəni çirklənməyə qalar, məhsula keçər, yəni sarpaz olaraq dolayısıyla. Deməli, personallar da çox ciddi məsələdir. Bunların əsas məsələsi şəxsi gigiyena, bəli, personalların şəxsi gigiyena məsələsi çox mühüm bir məsələdir. Hansı ki, əllərinin təmizlənməsi, yuyulmasıdır, əlcəklərin taxılmasıdır vaxtında, bonlərin taxılmasıdır, uniformanın təmiz olmasıdır, ayaqqabıların təmiz olmasıdır, dırnaqların təmiz olmasıdır, saqqalların yerində, saçın yerində olmasıdır. Əllərin mütəmadi olaraq istehsalat zamanı, iş zamanı, yəni 30 dəqiqədən bir, nə bilim, maksimum 35-40 dəqiqədən bir spirtlənməsidir. Yəni tamam olaraq əlcəkləri qeyd etdik biz. Sonra girişdə və çıxışda bildiyimiz kimi istehsalatlarımızın girişində nə var? Dezbaryer var. Bu dezbaryerdən doğru düzgün formada istifadə etməkdir və s. və başqa. Deməli, bu personal məsələsi də ciddi bir məsələdir və hansı ki, bu qeyd etdiyim təhlükələrin yarana biləcəyi ən aktual mənbələrdən biridir. Üçüncüsü bizim nə? Mühitimiz. Baxın, məsləhət edirəm ki, mühit deyəndə yalnız və yalnız içəriyə fokuslanmayasınız, yoldaşlar. İçəri dediyimiz, yəni müəssisənin içərisi. Tamam, müəssisənin içərisinə bir dənə gətirib havalandırma kompleksi qururuq, düzdür. Bütün dəliklərin hər birisini qapayırıq, düzdür. O havalandırma kompleksi də əgər ideal formada işləyirsə, okey. Biz deyəcəyik ki, bura biz 300 minlik, 400 minlik havalandırma gətirib yerləşdirmişik. Yəni, sıxıntı ola bilməz də, problem yoxdur. Xeyr, qətiyyən. Mühit məsələsi həm çöl, həm içəri olaraq hər birisi eyni formada tarazlanmalıdır. Əgər bizim çöl mühitimizin, yəni havamız şiddətli dərəcədə çirklidirsə, nə qədər biz orada hava sirkulyasiyası edək, yenə də tez bir zamanda bir bulaşma olacaqdır. Yəni biz çarpaz bulaşma olsa və yaxud da havalandırma vasitəsilə. Çünki bilirsiniz də, qida standartlarının çox gözəl yanaşması var, hansı ki, qida təhlükəsi ilə bağlı olan standartları. Bunlar ilk öncə başlayırlar, baxın, ilkin şərt proqramlarında bir mövzuda, mən bununla bağlı bir təlimdə fikirləşirəm. İlkin şərt proqramlarında o müəssisə, o fabrik, zavod harda, necə təsis olunmalıdır, inşa olunmalıdır, necə qurulmalıdır, bütün bunların hər birisi ilə bağlı, eləcə də GMP proqramlarına baxsasınız, Good Manufacturing Practice. Bu proqramlara da əgər siz nəzər yetirsəniz, görəsiniz ki, doğrudan da fabrik necə qurulmalıdır, harda qurulmalıdır, hansı şərtlər altında qarşılığında inşa olunmalıdır. Orada bütün bu mühit məsələlərin hər birinə toxunur və qeyd edim ki, bütün bu məsələlərin də hamısı elə ilkin şərt proqramlarının mövzularıdır. Yəni, indi orada biz həmən o mövzuya gələndə görəcəksiniz bunların hamısı. Bunların hamısı orada konspektləşmiş bir məsələdir. Yəni. İlkin şərt proqramlarının əsas məqsədi ümumiyyətlə sanitar gigiyeniyanın, ondan sonra bu təhlükələrin mənbədən idarə olunmasıdır. Köklərinin, belə deyək də, təhlilidir. Deməli, biz mühiti də bildik ki, burada əsas rol oynayan yəni hava məsələsidir. Havamız təmiz formada olmalıdır. Havadan analizlər götürməliyik mütəmadi olaraq. Ayda bir dəfə, 2 ayda, 3 ayda, nə bilim, həftədə bir dəfə artıq bu sizin fabrikinizin, yəni istehsal etdiyiniz daha doğrusu məhsul riskinə bağlıdır. Daha sonra bizim dördüncü qrupumuz avadanlıq. Biz bu avadanlıqla dolayısıyla ikini danışanda danışdıq, yəni personallar danışdıq. Əgər avadanlıq təmiz yuyulmazsa, orada bir mikrobiyoloji problem yaranarsa, yəni sirklilik olarsa, bu dolayısıyla keçəcəkdir məhsulumuza bizim sarpaz olaraq. Buradan biyoloji təhlükə yaratdır. İkinci bir, əgər kimyəvi, avadanlığın tərkibində əgər kimyəvi qalıntı qalarsa, kimyasallarında yəni, artıq o kimyasal qalıntısı məhsulumuza keçəcəkdir sarpaz olaraq. Yəni, dolayısıyla kimyəvi təhlükəni yaratdıq. Daha sonra bizim fiziki, əgər avadanlıqdan hər hansı bir qırıntı, parça, bolt, nə bilim, şurup, qayka açılıb, qırılıb, yəni məhsula düşərsə, bu da bizim üçün nə oldu? Fiziki təhlükəni yaratdı. Yəni, burada təmiz avadanlığın yuyulması, təmizlənməsi bioloji təhlükəyə qarşı təmizləmək lazımdır.
Bu necə təmizləmək lazımdır, nə ilə təmizləmək lazımdır? Bunların hamısını artıq biz baxırıq GMP-yə, ondan sonra istehsal etdiyimiz məhsulun yəni növündən asılıdır. Məsələn, süd sektorunun hansı kimyasallardan nə formada istifadə etmək lazımdır, ətdə hansılardan, nə bilim, içkilərdə hansı kimyasallardan və yaxud da ki, qənnadı məhsullarının hansı kimyasallardan hansı formada istifadə etmək lazımdır. Bununla məşğul olan şirkətlər vardır. O şirkətlərlə əlaqəyə çıxırsınız, onların məsləhətlərini dinləyirsiniz. Daha sonra kimyəvi, həmin o kimyasallar hansı formada istifadə etmək lazımdır, necə yuyulmalı, durulanmalıdır və yuyulub durulanmadan sonra sonda biz hansı testləri həyata keçirməliyik ki, biz bilək ki, burada kimyasal qalıntısı qaldı, yoxsa yox. Baxın, əsas nöqtə nüanslardan biridir. Bax, bu diqqətli olmaq lazımdır bu məsələdə. Onu biz tapacağıq. Daha sonra isə bizim fiziki məsələsi, avadanlıqdan yəni fiziki qeyd etdiyim kimi şurup, qayqa məsələsinin düşməsi. Bunun dövri texniki baxışı olmalıdır, yəni planlı şəkildə. İlin planı tətbiq olunmalıdır. Ayda bir dəfə olacaqdır, yoxsa 2 ayda bir dəfə olacaqdır, rübdə nə bilim 2 dəfə olacaqdır. Artıq bu yenə qeyd etdiyim kimi sizin riskinizə bağlıdır ki, yəni avadanlıqlarınızın vəziyyətinə yəni bağlıdır daha doğrusu. Bu şəkildə baxın, bu 4 dənə qeyd etdiyim kimi mənbəni təhlil etdik biz və biz buradan belə qərara gəldik ki, bizim bu qida sektorunda, yəni yaranan bu təhlükələrimizin, hansı ki 7 təhlükə saymışdım. Bax, onların yaranmasının bu mənbələridir. Bax, bu 4 mənbə üzr istəyirəm. Əgər bu 4 mənbəni yenə qeyd etdiyim kimi, baxın, mən sizə ən azından tam olaraq da burada, hər biri ayrı-ayrılıqda böyük bir mövzulardır. Bunların idarə olunması ilə bağlı böyük bir planlar, böyük bir tədbirlər görməlisən. Mən sizə amma ipucu verdim, yəni. Və ümid edirəm ki, bu sizin üçün faydalı olacaqdır. Baxın, hər biriniz iş yerinizdə, müəssisələrinizdə, yəni bu 4 dənə məsələni yazıb, onları bir-bir təhlil edib, praktik olaraq öz müəssisəmizdə ortaya çıxara bilərsiniz ki, hə, biz bu yəni iş yerimizdə bu 4 dənə mənbəni necə idarə edək. Və bunları idarə etdikdə, dolayısıyla bizdə də həmən bu qida təhlükələrini, yəni 7 dənə təhlükəni qarşılanmış olacaq. Çox sağ olun, təşəkkür edirəm.